baxaq. Dəmir xlor 2, dəmir xlor 3 birləşmələri verilmişdi Venn diaqramının əsasında. Yadınızda qalsın, duz neçə valentlidirsə, götürdüyümüz oksidlər də o valentlikdə olmalıdır. Baxıram, duz burada 2 valentlidir, birincidə. Deməli, oksidi də 2 valentli olmalıdır. Baxıram, ferium O, deməli, 2 valentli oksiddir, deməli, 1-ə aiddir. Bir də qeyd edin, dəmir əvəz etmə reaksiyalarında 2 valentli olur. Bu zaman alınır ferium xlor 2 üstəgəl mis aiddir 3. Deməli, 1-in altında 1-3 variantlarını axtarırıq. Baxırıq, burada ferium OH 3-dür. Deməli, 3 valentli hidroksiddir. Ona görə də burada ferium xlor 3 dozunu verir bizə. 4-də getdi. Ancaq ikincidə dəmir 3O4-dür. Yəni qarşı oksiddir. H xlorla bir dəfə ferium xlor 2 dozunu verir bizə. Bir dəfə də ferium xlor 3 dozunu verir bizə. Yəni 3 valentli, həm 2, həm 3. Elə buna görə də bunlara qarşı oksidlər deyirik. Ona görə doğru cavabımız Y variantıdır.